qamlığın və şamanizmin nə kimi bağlılığı var? Ümumiyyətlə, şaman sözünün hardan meydana çıxır? Bəli, Tengri, Tanrı müxtəlif türk xalqlarında səsləndirmələrdən asılıdır bu. Yaxud da Tangara kimi də, məsələn, Yakutlar, Xakaslar elə ifadə edilir. Ancaq belə var, Tengridən, Tanrıdan danışanlar, yəni onu təbliğ edənlər Kamdır, Qamdır. O da biraz fərqlidir. Çünki yenə deyirəm, bunlar hamısı o qədər şey olub ki, ona görə müxtəlif təlimlər yayılır. Məsələn, Tengriçilik azdan çoxdan bəllidir. Biz bilirik ki, gök tengri, tengri dedikdə ümumiyyətlə, ancaq biri var, gök tengri, yəni gökyüzü mü tengridir, yəni sonsuz, belə deyək də, səma mı tengridir, bu başqa bir şey. Bir də var, tengri sözünə, tanrı sözünə yaxın olan, bir də var, Tao sözü. Tao sözü, məsələn, Etruskularda biraz fərqli ola bilər. Yəni, Etruskular bilirsiniz ki, indiki İtaliya ərazisində daha çox yayılmış bir anlayış idi. Onunla bağlı da araşdırmaları var. Teo, zaten Teo sözü də sonradan Avropalılar Teo sözünü mənimsədilər, ancaq türklərdə də Taodur. Yəni, yenə deyirəm, ona görə də bu anlayışların səslənilməsi, inanç məsələləri fərqlidir. Biri var Tanrı gök təngri, yəni gökyüzü təngridir. Biri var Tao ucalıq bildirir. Yəni, bunların əslində, məsələn, biz indi hesab edirik ki, məsələn, artıq Avropa bir termini kimdə, qərblər deyirlər ki, teologiya, yəni Tanrını öyrənək.